bu videoya diqqətlə baxaq. Burada iki kiçik səhv var. Birincisi sürücüdədir səhv. Sürücü nə edir? O yanda park edilmiş avtomobillərin yaxınlığı ilə gedir. Bizim avtostopu dinləmişsinizsə bilirsiniz ki, əgər kənarda avtomobil dayanıbsa ki, o ağ avtomobil park edilmiş vəziyyətdə deyil, məhz sərnişin düşüb gedəcək bir avtomobil olduğu bilinirdi. Deməli, bir qapı açılacaq səviyyədə ondan uzaq durmaq lazımdır. Tıxaclı vəziyyətlərdə, əgər sol zolaq boş olmazdısa, nə edirik? Çox asta sürətlə oradan gedirik ki, birdən qapı açılsa biz ora dəyməyək. Amma videodan görünür ki, sürücünün sol tərəfi boşdur. Yəni o avtomobilini sol zolağa çəkə bilərdi. Amma burada əsas səhv məhz ağ avtomobilin sürücüsündədir. Çünki qanun deyir ki, əgər sağ tərəfdə dayandığın zaman maneə yoxdursa, sərnişinlər mütləq sağ qapıdan düşməlidirlər. Maneə olduqda soldan düşməlidirlər. Yəni o sərnişinə sağ qapıdan düşməyi tövsiyə etməli idi və ya əgər sağdan düşmə imkanı yoxdursa, gözlə, mən deyəndə qapını açarsan deməli idi. Bəs bu vəziyyətdə nə etməli və avtomobilə dəymiş zərəri kim ödəyir? Avtomobilə dəymiş zərəri həmin ağ avtomobilin sürücüsü ödəməyəcək. Zərər çəkmiş şəxs avtomobilin qapısını açan qadını, sərnişini verməlidir məhkəməyə. Əgər onun kasko sığortası yoxdursa, əgər qara avtomobilin sürücüsü zərər çəkənin kasko sığortası varsa, dəymiş zərəri kasko sığortadan alır. Kasko sığorta artıq subrogasiya qaydasında istəyər həmin şəxslərdən pulu geri ala bilər. Amma onun kasko sığortası yoxdursa, bu zaman qarşı tərəfin icbari sığortası rol oynamır. Çünki o sürücü tərəfindən edilmiş qayda pozuntusu deyil, əsasən sərnişin tərəfindən edilmiş qayda pozuntusudur. O zaman gərək sərnişini versin məhkəməyə.